Mənə niyə çəkirsən? Səni çəkməyəm, sən düşmürsən ki. Deyir buna, ben maşını təkər başladı. Bakının xaosdur, qarma-qarışıqlı həyatı səni görür həqiqətən. Ata sağırıq. Ha, orada ata yoxdur. Sağırıqdır. İyi, balıq tutma gedirəm. Və nəhayət... Allahım. Uzun zaman sonra Göyçəyə gedirəm rayona. Salamünaleyküm. Göyçəyə gedən maşın var. Heç yaparsa. Neçə nəfərsiniz? Və mənim bir də arabam var da, Kalyaska falan var. Göyçə? Hə, El 60 manat verib gedək. Ara. Göyçəyə. Bu nədir? Çəkiliş yaparsan? Elə belə vlog da özüm üçün çəkirəm. Bildim özün çək. Mənə niyə çəkirsən? Səni çəkməyəm ki, sən düşmürsən ki burada. Qabağı çəkirəm, özüm çəkirəm. Hə, özün çək. Neçə yaparsınız? 20 çox. Maşının arxası böyükdür. Hə, furgon, araba da vardı, onu yerə keçirdim. Gəlmişəm avtovağzaldayım və buradan bir maşın taksi tapıb yola düşəcəm. Sağ olsunlar, dairələr çayqın oynadım. Adam var başqa? Bir nəfər də var da. Yarım saat 45 dəqiqə olar ki, yola çıxmışdım və dəqiqə bundan əvvəl maşın təkər partladı. Xeyirli olsun. Necə oldu ki, başlayıb? Əhlə buna 8. Gəldim, çatdım kəndə və burada doğma vətən Mollahzılı kəndi. Bura bizim kəndin girişində meyvə-tərəvəz yerdir. Qıpqırmızı pomidorlar, domates. Deyirəm mənə pomidor ver, 5 dənə pomidor qoyub. Deyir 6 manat. Ay, gördüm ya. Bu 5 dənə pomidor 6 manat. Bu 3 kilo eləməli daha. Bir elə onu oğraşı tutdum ağrı elə. Yalandan atmayayım, amma 100 yaş olar deyilənə görə bu çınarın. Həmi gəldi. Nə deyə bilərsiniz qarşı? Kənd nə var? Nədir o? İndi bulsun olmalı. Daha uzağa qoyub bu yerdə var ya. Kənd vlogu çəkmək istəyirsən hə? Çəkirəm də görək xatirə kimi qalsın. Hə, timsah gözyaşları tör. Camaat dağ mənzərəsi, çay mənzərəsi. Elə yerdə çəkirlər, yoxsa burada nə var? Şəlalə axır oradan, nə bilim. Ağlayır, düşmək Tamam istəmirəm. elə deyil. Və nəhayət gəldim, çatdım evə. Bu velosipeddə mənim çox xatirələrim vardı. Mən bu velosipedin arxa oturacağımda gəzmədiyim yer qalmayıb. Xatirələr. Sizdə bu nə saç xəstəliyidir? Əti qoyurlar birinci ya. Soğanla şey qoyulacaq. Əti. Əti doğradıq və sac içi bişirdik. Nəhayət o istədiyimi reallaşdıra bilmişəm. Başda onu deyirdim ki, işlərimi səhmana salım, yoluna qoyum. Gedim kəndə, notebookumu götürüm. Türkiyədə çəkdiyim videoları montaj edeyim. Biraz stres atım. Bakının o stresli, xaoslu, qarma-qarışıqlı həyatından sonra biraz adama huzur gəlir sanki. Biraz özümlə vaxt keçirmək istirdim, təbiətlə vaxt keçirmək istirdim. Çünki şuradan çoxdur ki, Bakıda yaşayıram və nə qədər təbiətdən uzaq olduğumun fərqində deyildim. Bunu kəndə gəlincə, ağacların altında, quşların səsini eşidincə, nə bilim, toyuqların, malların o səsini eşidincə fərqinə vardım. Çünki Bakı yaxşıdır, metropol, şəhər, mollar, kafelər, hər şey var. Lakin zaman keçdikcə fərqinə varırsan ki, sıxlıq səni yorur. Həqiqətən işin sıxlığı, insanların sıxlığı, Bakının o xaosdur, qarma-qarışıqlı həyatı səni yorur həqiqətən. Və oradan uzaqlaşıb kənddə vaxt keçmək, təbiətlə həşir nəşr olmaq düşlər demiş, insana yaxşı gəlir. İnsan biraz beyin olaraq yenilərini deyə bilərəm. Bakıdakı o negativlikdən, aqressiyadan çox yorulmuşdum. Ona görə də bir müddət burada qalmağı düşünürəm. Kənd vlogu çəkirik bugün. Əmi bala. Hara gedirik Rüzya?
Kameranı sən tuta bilərsən Rüzgar. Sən tut, mən çəkim. Kəndin yolları daşlı olduğu üçün rahat burada arabanı sürmək olmur. Rüzgar bəy, izləyənlər nə deyə bilərsiniz? Kənd həyatı necədir sizcə? Bura bizim köhnə məhəlləmizi və futbol oynadığımız yerdir. Bura gələndə sanki başqa bir dünyanın içində oluruq. Saymaqla bitməz də yəni. Qızlara bax. Rüzgar, əminin bütün uşaqlığı bax bu küçələrdə oynamışam. Gedək görək köhnə qapıya girə biləcəyik. Və burada mənim uşaqlığımın keçdiyi həyətdir. Bu da bizim köhnə baba evimiz. Bu həyətin hər küncündə bu canda mənim uşaqlıq xatirələrim, cavanlıq xatirələrim var. Mən bir balaca darıxmışam. Köhnə günlər üçün darıxmışam. Öyle kim o ki? Uşaqlığım üçün, köhnə insanlar üçün darıxmışam. Mənim də belə bir intizarım var. Vəfadarım mənim ilk baharım. Nə olub? Belə düşünürəm də, yəni baxıram həyətə, evə baxıram. Nə qədər böyüsək də, nə qədər vaxt keçsək də, o xatirələr heç vaxt silinmir. Bu həyətin hər bir küncündə, bu zamanda mənim izlərim var. Qəribə hissdir, qəribə bir duyğudur. Burada kəndin ağsaqqallarının domino oynadığı yerdir. Qarpız yemiş. Qarpız. 5 nəfər intoksikasiyadan göçərək. Özündə qəs eləməsin pullarını. Hara gedib uşaqlar? Şunda gedər. Şunda. Götürən nədən qarpız? Götürən də. Qaydını yoxsa qaydını götürək. Soyuqdur. Yürüyor, Yaşar hazırlanıyor. Mükemmel bir atlayış. İndi isə yay gələndə kəndin əsas işlərindən biri olan ot gətirmə, bəlim gətirmə işini görürlər. Sizi YouTube'a qoyacağam. Nə bunları? Bunlarda yerə. Sən mənə şəxsi toxunmazlığını postuna xəbərim var. Niyə? Sən mənə icazəm olmadan sən mənə şey edirsən. Paylaşmıram ki heç yerdə. Şəxsi toxunmazlığını Gördüyünüz kimi gənclər, pəhləvan olanlar bəlim boşaldır, ot boşaldırlar. Ruslan, bir də idmançı pozası ver. İtləri özüm açmıram, yüngül olur. İki qolları belə görsədir. Baş maş. Maşın sürsən. Gel gedək, gəl. Gel. Gəl, gəl gedək. Kameraya bax, bura bax. Hafız əmin traktordur. Sən bu maşının həvəsində də var. Yuxarı çıxmazsan. Traktor. Bax, hara gedib çıxıb belə. Rüzgar, gəl gedək, gəl. Hara gedirsən? Gəl, gəl. Ata çağırır, ata çağırır. Ha, orada ata yoxdur. Sən söyləmə gəl gedək. Çıxdıq kətdən. Burada. Təşəkkür olsan Rüzgar. Yox, cama. Getdik. Hə, deməli belə ki, balıq tutmaya gedirəm. Ümid edirəm ki, bugün balıq tutacağam. Düzdür, biraz məsafə var, kəndin qırağına çıxacağam. Buradan o tərəfə artıq evlər tutarır. Artıq kənddən çıxmışam demək olar ki. Burada mənim balıq tutacağım yer. İndi isə
Balığın yemin taxıram tilova. Gözləyirəm biraz. Bir saat var ki gəlmişəm, amma hələ ki balıq tuta bilməmişəm. Amma balıq tutmadan geri dönmək yox. Və nəhayət bugün günlərdən 16 iyun Qurban Bayramıdır. Müqəddəs Qurban Bayramıdır və mən də əmimgilə qurban kəsimə gəlmişəm. Əziz müsəlman bacı qardaşlarım, hamınızın bayramı mübarək olsun. Və gedirik qoçu gətirməyə. Niyə heyvanlara qarşı bu qədər vəhşilik, şiddət? Bax, sən bugün ət yeməsən olmaz da Murat, eləmi? Düzələr çıxır. Allahım, quzlar qorxdu ki, burada bir şirin quz yoxdur, qucağımıza alaq. Siz böyüyüncə qoç mu olacaqsınız? Cəbbi şeydə İsmail'də də vardı, istasya qoy. Ola düşərək. Yəni düşmüşsün, baxan var indi. Buna adı niyə bal əli qoymusan? Nərəsi nədir qoysan? Heyvan sevgisini görsün. Gözlərim yaşardı. Heyvan başa düşürək kəsiləcəyəm. Dedim geri qayıtmaq istəyir. A few moments later. Sizcə biz niyə köhnə bayramlar axtarırıq? Düşünürük ki, əvvəlki bayramlar daha maraqlı idi, indi maraqsızdır. Səbəbi nədir? Düşündüm və o cavabı tapdım ki, ildə bir dəfə olur da, misal üçün, ət yemək, kebab yemək. Kebab biz ancaq Qurban bayramından görürük. Amma istədiyimiz vaxt yeyə bilirik də, daha əlçatandır. Bəsitləşəndən sonra bir şey ona marağı qalmır. Allah gilas. Bu tırtırla əsasən ot gətirirlər, hansısa yükü gətirirlər, yükü daşıyırlar. Buna biz niyə tırtır deyirik? Bu tırıllayır deyənə, amma əsasən motosiklet gedir. Təkrar minib gəzmək istəyir. Bayaqları həyətimizdə gəzərkən bir şey fərq elədim ki, təbiət bizə əslində hər şeyi verir. Əsas odur ki, insanlar o təbiətdən onu necə götürür, onu necə əldə edir. Həyətdə bir çox növ meyvə tərəvəz var. Əsas məsələ o meyvə tərəvəzə qulluq eləməkdir. Təbiətə sən nə verərsənsə, o da sənə geri onu verər. İnsanlıq olaraq biz həqiqətən təbiətə qarşı çox nankörük, bir çox şeydə olduğu kimi. Ona görə də bəzən təbiət öz reaksiyasını fərqli şəkillərdə göstərir. Və ona görə də insanlar təbiətə qarşı etinasız yanaşır deyə bilərəm. Buradan bir sosial mesaj verin. Təbiəti qoruyaq, təbiətlə yaşayaq. Bülbüllərin səsini eşidirsiniz.